Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmal Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bu barədə News 24 azı onun köməkçisi Rüfət Zəkizadə məlumat verib. Onun sözlərinə görə hazırda Kəmal Ağazadənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Həkimlər hazırda onun yanındadır, müayinələr aparılır və bu gündən etibarən müalicəsinə başlanacaq. İlkin məlumata əsasən təxminən 10 gün müddətində xəstəxanada müalicə alması nəzərdə tutulur. Bakıda gənc oğlan infarktdan ölüb. Hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib. Dünən saat 13 radələrində Lənkəran rayon sakini 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil vəfat edib. Onun infarktdan dünyasını dəyişdiyi müəyyənləşib. Araşdırma aparılır.